Deməli, Azərbaycanda dünən yumurta 17 qəpikdən 1 qəpiyə düşüb. Bizimkilər də mənə dedi ki, axşam anam danışanda dedim ki, bax qəti almayın. Bu normal bir şey deyil. Əgər normaldırsa da yenə bütün hallarda burada bir həm vicdan, həm hüquqən suç var. Bir qəpik, əgər tutaq ki, istidir, satmaq istəyirlər. Yəni birdən-birə 1 qəpiyə düşürdüblər. Adama sormazlarmı ki, sən 1 qəpiyə aldığın yumurtanı necə gedib 17 qəpiyə satmışsan? Uzaqbaşı sən bunu 5 qəpiyə, ən uzağı 10 qəpiyə, niyə 17 qəpiyə satmışsan? İkinci, çox güman ki, vaxtı keçmiş yumurtalardır və çöp atacağımıza ən azından verdiyimiz mayanı qurtaraq. Yəni bu göstərir ki, insanların sağlığı, insanların haqları, hüquqları bu iş adamları üçün 1 qəpikdən də dəyərsizdir və 1 qəpiklərindən vaz keçməyən bu zehniyyət xalqı düşünmür. Hava istidir, bilirsiniz. Məsələn, indi mən özümdən götürürəm. Mən qışda belə əgər hər gün yumurta yesəm alerji verirəm və təzə yumurtanı belə, məsələn, tutaq ki, Manisadan getdiyimiz tutaq Şamam ablanın toyuqları orada yumurtlayır, onu gətirirəm evə, o belə məni şeydir, alerjiya verir. Hələ qala istidə və istidə 1 qəpikdən satılan bu yumurta çox təhlükəlidir və heç 10 qəpiyə də satılsa normal, yəni vaxtı keçən. Çox güman ki, çöpə atmayaq, mən belə düşünürəm, çünki mən bunun fərqli bir şey olduğunu düşünmürəm. Bayram deyil, seyran deyil. Yaxşı, deyək ki, tutaq ki, bayram endirim yapacaqsınız. 15-i iyunda yapaydınız, heç olmasa Heydər Əliyevin oradan bir yaltaqlanaydınız da, deyəydiniz ki, Heydər Əliyevin qaydisi ilə bağlı elədik. Bu məhərrəmliklə bağlı da kimsə mənə deyə bilməz. Çünki bu marketlərin hamısının demək olar ki, kökündə Yahudi lobbisi durur dünyanın hər yerində. Elə Azərbaycanda da bu təsiri var. Siyonizmin umurunda olmaz imamlar və deyək ki, tutaq ki, normal insanlar olsaydılar, deyərdik ki, ya şimdi 10 gün Məhərrəm ayında din adamları oruç tutur. Bunlar da oruç tutan dolayı bu endirmə eləyirlər. Bu da deyil. Və o yüzdən də yetkililər acil bunu araşdırmalı və baxmamalı ki, bunun arkasında kim durur. Mənim babam belə çıxsa, kurşunlu yün getsin qardaşım. Xalqını düşünməyən, millətin evdə körpə uşaqlar var. Özəlliklə bu yumurtaları analar uşaqlara pişirir, verir. Yaşlılara, yəni pomidorun içinə vuraq verək, çığırtma verək filan deyirlər. Amma siz bu uşaqları belə düşünmürsünüz. Yəni millətin evlatları, onlar gedib canından keçib Qarabağda öləcək və o vətəni qoruyacaq evlatlar və gələcəyimiz olan evlatlar sizin cibinizdən çox dəyərsizdir və sizin 1 qəpiyinizdən dəyərsizdir. O yüzdən bu ciddi araşdırmalı. Bunun səbəbi nədir və nəyə görə birdən-birə düşdü? Yenə deyirəm, bayram deyil, seyran deyil. Bu para gözlər bu milləti niyə öpür?